tanış olduq, kəşf elədik, tanıdıq. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun. Və mənim əzizim, başımdan nədim alçan, bacısının gözünə bugün mehman kimi oğullar bir vətən ağlama, şəhid bacı, ağlama, şəhid anası. Mənim əzizim, bu Kəlağayı deməklə deyil, bunu mütləq istifadə etmək lazımdır. Gündəmə gətirmək, gündəmdə saxlamaq. İnanın Allaha, bir toya gedəndə məni hamınız da yaxşı başa düşürsünüz, nə qədər əziyyətdən keçirik. Mən də özdə keçmirəm, bilirəm o keçənləri. Bir başını düzəltdirsin, bir qofta alsın, bir sırğa taxsın ki, orada gözəl görürsün. Bu Kəlağayı vallahi billahi düz kəmər gözünə qədər hamısını əvəz eləyir. Heç nə bəzək lazımdır, nə düzək. Bir dənə uzun don geyindi. Kəlağayı da bura qədər ötürüylə, sırğan da onun içindədir, o kosmetikanın da, bəzəyin də elə Kəlağayının özü bir yanaşıqdır. Deməli, Naxçıvanda Sazlı Sözlü Kəlağayı günləri layihəsi çərçivəsində tədbir keçirirdim. Sevinç, Naxçıvanın Sevincin familiyası nə idi? Həmin onun qaynanasına söhbət elədim, qocaları görəndə danışdırıram. Dedim, nənə, bu Kəlağayı sənə tanış gəlir? Dedi ki, əlbəttə ki, tanış gəlir. O bizim toy bəzəyimiz idi. Təsəvvür edin, keçmişdə nənələrimiz, analarımız toya gedəndə onlar Kəlağayların naxışlarıyla seçilmiş. Onların bəzəkləri oymuş. İndi çıxıb bu salamlar millətin evini yıxıbdır. Saçdan da keçiblər sifətlərə, qalmışıq yaman günə. Şükür Allaha ki, sizi kimi qadınlarımız var. Bugün, vallahi, ağzı burnu hər... Yəni toxunulmuyur. Əməliyyatsızdır. Anadan gəlmə. Əməliyyatsızdır. Ona görə də mən bu rayonlara üst tutanda ürəyim dağa dönür ki, bizim o gördüyümüz o televiziya ekranlarından bəlkə də izləyirlər, canlı yayındır, qoy izləsinlər. O televiziyalara elələri çıxır ki, Azərbaycan xanımları onlardan ibarət deyil. Azərbaycan elə xanımları var ki, elə belə universitetlərə gedirəm, inanın, ali təhsilli, o qədər belə nümunəvi qadınlar görürəm, ürəyim belə dağa dönür. Deyirəm, nümunə bunlar göstəriləsidir, ancaq qapılar bağlıdır, mümkün deyil. İndi bugün bu milli mənəvi dəyərlərimə görə bəzən məni çağırırlar, bayramda filan danışıram, ancaq gündəmdə olsan olar, bir televiziya verilişi açılsın, adı olsun Kəlağayı. Kəlağayının içində şəhidlərimizdən də danışaq, vətənimizdən də danışaq, körpə balalarımızdan da danışaq, Cəhrəmizdən də, Nəhrəmizdən də, Səhəngimizdən də, xalçamızdan da, bütün hamısı milli mənəvi dəyərlər birləşəndə daha gözəl, daha möhtəşəm olur mənim əzizlərim. Bugün mən çox belə sevincli olanlar yaşadım. Mənim əzizim Güldərən xanım, əziz qardaşım Nazim müəllim, Brilliant xanım, şəhid anası, şair qardaşlarım, hər birinizə təşəkkür edirəm. Çox var olun, çox sağ olun. Mən inanıram ki, bu səs salacaq. Heç olmasa, deyir, Aşıq Kamandar bir gün gedir, bir toyda mahnı oxuyur. Aşıq Kamandar da ustad bir azman aşıqlarımızdandır. Nəsə toydur da, məclisində bir şuluq vaxtı olur, cəmaatın başı qarşı bir tərəfə, indi buna da bir canı yana yaxınlaşır. Deyir, ustad, sənə kim qulaq asır? 5-3 adam qalıb, cəmaat gedibdir, ancaq sən yenə öz dəst xəttindəsən, necə ki 100 adamın qabağına çıxır, elə çıxış edirsən. Deyir ki, sən gedişinlə məşğul, o 5-3 adam mənə bəsdir, hərəsi 100 adama bərabərdir. Bugün sizin burada hər biriniz o 100 adama bərabərsiniz. Heç olmasa sizin hər biriniz 3 nəfərdə bu milli dəyərlərimizi onlara çatdıra bilsəniz, ötürə bilsəniz nədir? Yəni bu böyük işdir. Deməli, Heydər Əliyev Fondunun nəzdində Akademik Zərifə Əliyeva'nın uşaq bağçası var. Onu mən hər yerdə deyirəm. Kəlağayı muzeyini balaca uşaqları gətirmişdilər. Haradasa 14 nəfər balaca bağça uşaqları idi. Kəlağayı sözlərini müəllim elə gətirmişdi ki, xorla Kəlağayı deyirdi hamısı oradakı. Kəlağayı və Kəlağayıda da örtülər o qədər gözəl idi. Yəni məktəbdən başlamaq lazımdır. Şagirdlərdən başlamaq lazımdır. Universitetlərdə də məsəl üçün gözəl qarşılandı. Mən Elm və Təhsil Nazirliyinə müraciət elədim. Sağ olsun Elm və Təhsil Nazirliyi müsbət rəy verdi və universitetlərdə keçirdim. Və mən oranın rektorları, rəhbərlikləri necə müsbət yanaşdılar, necə onlar orada sərgilər təşkil eləmişlər. Elə də Naxçıvanda, yəni bunların hamısı mən görürəm ki, hələ az səs-səda salıb, yəni bu qədər çalışma. Ona görə ki, xəbərlər formatında bir dəqiqə verirlər televiziya, bugün heç televiziyada yoxdur. Ona görə də bu getdiyimiz yerlərdə qalmasın.
Güldərən xanım, bugün bir Azərbaycan qızı kimi, Azərbaycan xanımı kimi, Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri kimi, Kəlağay Ev Muzeyinin direktoru kimi sizdən xahiş edirəm ki, elə bu kitabxanada elə 26 noyabr bayramında keçirilsin. Bax, evdə sandıqda saxlayırsınız ki, nənələrimizə ehtiram göstəririk, sədaqət göstəririk, qoruyuruq, saxlayırıq. Onun qorunub saxlandığı qədər də onun təbliğata ehtiyacı var, göstərilməyə ehtiyacı var. Zaman-zaman keyfiyyətini itirir, hava görülməlidir, bu yuyulmalıdır, saxlamalıdır. Elələrini mənə veriblər ki, Allah'ın olsun, elə belə neçə ilin qoxusu var içində. Mən onu 10 dəfə suya salıram, yuyuram. Bax, bu kəlağayların hamısını aparıram, mən təzədən yuyuram, qatlayıram bir başqa tədbirə. Yəni, hər birinin bir balam ki, nazını çəkirəm və hər biri də mənim üçün o qədər əzizdir. Hər birinizə təşəkkür edirəm və tədbirimiz davam edir.